Əmirül Müminin Əli əleyhissalam buyurur: "İnnel belâ'e liz-zalimi ədəbun və lil-mu'mini imtihanun və lil-ənbiyâ'i dərəcətun və lil-ovliyâ'i kəramətun." Baxırsan, zalim, nadan, cahil insanda imtihan olur. Mömin insanda, Allah dostları da, peyğəmbərlər də, imamlar da. İmam Əli əleyhissalam buyurur ki, zalıma bəlanın gəlməsi ona ədəbdir. Məsələn, bəzən görsən Allah o qədər ta insanlığın əlindən verən, insanlığa dil uzadan insanlar olur. Allah onları da imtihan eləyir. Bəzən görürsən canı ilə, bəzən malı ilə, bəzən görürsən ki, o qədər o insanlar elə bir xəstəliklə, bir sözlə onlara gələn bəla onları ədəbləndirməkdir. Yəni, düşdüyü durumdan onları neynəmək üçün? Ayıltmaq üçün. Yəni, zalim üçün bəla onu ədəbləndirməkdir. Mömin üçün bəla gəlirsə, onun imtihanıdır. Onun məqamının artması və imtihanda səbirlə onun mükafatlanmasıdır. وَلِلْأَنْبِيَاءِ dərəcətün peyğəmbərlərdə dərəcənin, məqamın artmasıdır və Allah dostlarındasa bu bir kəramətdir. Ona görə möhtərəm cəmaatımız, çalışağın Allahın bizi bu imtihanlar ki edir, bu imtihanların nəticəsində biz böyük mükafatlar əldə etmək istəyiriksə, böyük savablar əldə etmək istəyiriksə, mütləq şəkildə biz səbirli olmalıyıq.